Media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-si və 22-sində keçiriləcək hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı görülən işlərlə tanış olublar. Bir xəbər media xəbər verir ki, əvvəlcə media nümayəndələri akreditasiya mərkəzinə baş çəkiblər. WUFO 13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktor Adil Məmmədov bildirib ki, tədbir məkanı Boz və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi 53 hektar təşkil edir. Bunun 43 hektar əsasən tədbir məkanı, 10 hektar isə əsas nəqliyyat terminalı və parklanma transfer zonası kimi planlaşdırılıb. Stadion müvafiq zonalara bölünüb. A zonası 5 küçədən ibarətdir. Hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib. Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ilk tərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub. Jurnalistlərə məlumat verilib ki, forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya görüş və tədbirin keçirilməsi planlaşdırılır. Həmçinin 2 hektar sahəni əhatə edən zonada media mərkəzi ilə yanaşı dəyirmi masa, xüsusi sessiya və dialoq zalları qurulub. Media mərkəzində iş sahəsi canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. Media mərkəzinin ümumi tutumu 600 nəfərdir. Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, geniş miqyaslı fiberoptik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb. Sonda jurnalistlərin sualları cavablandırılıb.